Şəxsi inkişaf proqramının 10-cu pilləsində xoş gördük sizləri. Əziz dostlar, bu pillənin adı adları yadda saxlamaq və simanı oxumaq pilləsidir. Adları yadda saxlamaq niyə görə vacibdir, əziz dostlar? Bu ona görə vacibdir ki, bizim gəlirimiz və nəticədə uğurumuz münasibətdən doğur. Belə deyək, münasibətdən keçir. Yəni, daha sadə desə, diyaloqlardan keçir. İnsanlarla münasibət vaxtı, diyaloqlar edən zaman hər bir insanın adını təkrarlamaq sizi birbaşa uğura yaxınlaşdırır. Məqsədinizə direkt yol açır, işıq saçır, mən belə deyim sizə. Yəni, adları dəqiq istifadə etmək, yerində istifadə etmək çox vacibdir. Bu, bəlağət elmində də belə tövsiyə olunur. Ona görə bu pilləni ilkin 2 hissəyə bölürük. Adları yadda saxlama və simanı oxuma. Adları yadda saxlamağı mütləq özünüzdə məşq elətdirin ki, sizi uğura tez çatdırır.